Herkese selamlar dostlar. Dostlar bugün adi oyun oynayacağıq, yani tutorial. Oyunun adı 4x4 Rally 7'dir. Dedim bunu oynayayım. Bir tane bölüm var idi, 6. bölüm, onu keçə bilmirdim. Videosunu da çəkəcəydim. Çəkdim, yenə də keçə bilmədim. Mən də səbirləşdim, o videonu sildim. Çünki o maşın bir dənə yeri keçə bilmirdi. Neçə saata keçmirdi də. Keçdim, çatdım finişə. Təpə vardı, bir də palçıqlı yer var. Keçdim, çatdım finişə. Sonra da mən də ki, ən əvvəldəki şey, checkpoint'i keçməyibsən. Mən də qayıtdım da alıb, bir dəfə də keçdim o palçıqlı yeri. Hündür yeri keçəməm. İndi gəlib bu da burada ilişdi. Keçdi. Palçıqda 10-15 gedir. Bu nədir? Palçıq da yoxdur, yarı torpaqdır. Sən əsəblərimi çoxaradı. Diyan səndə. Gedirik. Bu buradan keçəcək, yox. Keçmə dərəcəsi sıfırdır bunun buradan. İstəsə də keçəməz, istəməsə də. Amma keçə də bilər. Çünki elə böyük deyilmiş. Mənim gözümdə maşın həssasdır. Bu oyuna görə maşın həssas. 50.000 pul verdim mən buna. Deyəcəm, mən 50.000 ver. Mən piyada gedirəm buraları. İndi burada haradan gedəcəm mən? Qurtardı. Amma burada haradan gedəcəm? Buradan gedəcəm. Bir də ki, buradan olsun. Buradan deyil. Oyun. Hə, buradan. Bura gəldim. Yox, burada deyil. Mən haradan gedəcəm? Ay oyun. Oyun. Qurtardı. Elə bu. Olmaz. Bundan çıxırıq. Qurtardı bunu. İndi yarışmalar. Drag yarışı, sürükləmə. At daşımaq. O da olmadı. Yarışmalar, drag yarışı. Bunu seçdik. Gaz verir. Keçəcək. Gaz ver. Adam getdi. Uçdu. Mənçəli skor satmırdı. Bu da olmadı. Bundan da çıxaq. Oynaya dedi. Bu 7-ci bölümü keçdim, amma deyirdim. Bayaqlar keçəm mən. Bəlkə bu dəfə tek də keçdim. Bunun ətrafına fırlandım. Ortada checkpoint var. Onu almadım deyib saymadı. Çatmışdım abi finişə. Deyib tüm kontrol noktalarını keçmədi düz. Əsəbləşdim, sonra videonu sildim. 23 dəqiqə. İndi cabıldı. Hay! Nə yazır burada? Nələr var? El freni. İstəmirəm. Qrafik. Yağım arasılar göstər. Burada düymə, 20 ölçər. Yenə də bir şey eləyəməm. Kamera fırlanmır da. İndi gəldi burada işte. Yenidən. Çox pis oyundur dostlar. Heç bir tövsiyə eləmirəm. Aranı demişəm də Plamaçı təcrüb neydi onun adı? 4x4 Offroad Rally 7 yazın gələcək. İndi gəldi burada sürüşdü. Getməyəcək ki buranı, ölə gedəcək. Bəlkə getdi, elə dedim mən. Aha, getdi. Buranı da keçərsən. Bayaqlar keçdin. Keçərsən. Qoyma samabrot. Qoyma. 1200 nədir, 1100 nədir? Qoyma. O qədər yol gəlir. Günah məndə deyil, günah oyundadır, oyunda.
Bax bazı yersən keç. Maşın da gedənmir. 30'u buradan bura yığır. Bax oyun. Mən buranı necə keçim? Mənə bir yol göstər. Burada gəlim. İndi gəl burada ilişdirəcəm maşını. Qalacam belə. Yenə də 30 yoxdur. Palçığa girən kimi də 10 neçəyə düşür sürət. Görürsünüz də bu oyunu heç birinizə tövsiyə eləmirəm. Heç biriniz oynamayın bu oyunu. Bütün əsəblərim çorlandı. Bəlkə buradan keçdi, buradan da keçməyəcək. Hara keç? 40'ı gördüm. Bəlkə keç dedim. Onu da heç keçməyəcək. Bütün olacaq. Bax, dayanmır. Belə eləm dayanır. Belə eləm dayanır. Belə dayandı. Dırıya verin bəlkə. Ay. Hara versən bu keçər. Belə versən. Yəni düz xəttə saxlasam. Polda qazının gəlsin bəsə keçdi. Otçu yığır da bundan artıq getmir. Mən nə qayrım? Dostlar, mən bu videoda bölümü keçəcəm. Nəyin bahasına olsun, mən bu videoda bölümü keçəcəm. Daldala çıxırsan, qabaq-qabağa çıxırsan. Necə çıxırsan, mən bölümü keçəcəm. Ver də dala. Arxamı da görmürəm onsuz da. Çıx. Çıx da indi. Yenə də. Hayda. Səni çıxardan canım. Mən buranı necə çıxardım? Oyunu yaradan gəlsin buradan çıxartsın. Bəlkə buradan ora keçdi. Da öldü de öldü. Arkaya baxmasın, kamera dəyişsə. Sən çıxartdığınız oyuna. Öldü. Bitcoin sürət yığacaq deyə öldü. Çıx da, çıx, çıx. Mən neyim? Çıx. Çıx, sonunda. Yes. Sən çıxartdığınız oyuna deyəcəm indi. Reklam da ver. Gəldim. Bütün bu sənin haramın olsun. Görüm aclıqda qalasan. Səhərə çıxmayasın. Sən də yaxınlaşdır kameranı. Bax bu 5 metrə o tərəfə güclə gedir. Mən bununla nə yol gedəcəm? Arxasına da 6 dənə təkər qoyubsuz. Bu buranı çıxmayacaq. Mənim nə günahım var? Öyle çıxacaq. Çıxacağa çıxmanı öyle. Mə öldü. Bu videonun sayısı gəlməyəcək, bir videoluqdur. İndi deyəcək ki, şeyləri düşürtdün, sayılmır. Keçməyibsən. Dala verəsən bəlkə. Hay. Qabağa get. Dostlar, bu video bir videoluq bu. Bu oyun bir videoluqdur. İkinci video gəlməyəcək və gələlənməz bu kanalda. Yenə də cəhətəm edilişdi.
Sür, get, 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 get. Sonradan oturur qabağa yerə. Elə bəlindən qoyurlar. Buradan. Bu maşın buraları. Maşın düz yolda güclə 30 yığır. Sən oy nə qarmaq istəyirsən? Ölür bu ölür. Ayaqüstə ölür. Gəlib keçməyəsən. Yəni reklam. Hə, dostlar, keçdi onu. Pulluğu mən təhsil alacağım. Bu nə tər maşındır? Bu nə tər maşındır? Həqiqət düşürəm. Bax, indi bir tormuz güclə tutur. Baba. Deyim, yaxşı tutur. Haydi. Dostlar, bu reklamdakı oyun başlayanda, yəni ilk reklamı şeydi. Adı neydi onun? GTA 5. Bu da gəldi burada işte. İkinci reklam yəni şəkildə Modrunner oynayır. İndi biz bu oyunu necə inanaq ki? Bu oyun demirəm, o reklamdakı oyunu. Elə də 50 dənə reklam gəlir. Mən bu bölümü bu da axırıncı dəfə oynayıram. Bunu da oynayıb gözün qabağında oyunu siləcəm. Tarih versən bu oyunu sildim. Gözün qabağında gözlərim. Yan qaldı, girdi, Roblox'un yanında poz, ok. Baxın, getdi. Və dostlar, bu videonun sonra gələcək oyun bir dəqiqə. Gedin yayın ki nə ola bilər? Ya DLS olacaq ya da başqa bir oyun gələcək. Roblox ola bilər. Başqa oyun yoxdur. Biraz onu seçsəm gələcək. Bye bye.